Fərhad Pərvizi. Fərhad bəy, xoş gördük, xoş gəlmişsiniz. Mütəmadi olaraq sizin çıxışlarınızı izləyirəm. Sizin yanaşma tərzinizi görürəm. Əyləşə də bilərsiniz, ayaq üstə də dayana bilərsiniz. Necə rahatsa, yetər ki, biz insanları məlumatlandıraq. Çünki bank olmayan kredit təşkilatlarından danışırıq. Biz bunu bankla səhv sala bilirik. Çünki insanlar banka müraciət etdiyi halda hər hansı bir problemlə üzləşərlərsə, bugün get, sabah gəl, müəyyən sənədləri götür, gəl dedikləri halda bank olmayan kredit təşkilatına gedəndə bu kimi hallarla üzləşmirlər deyə dərhal müraciət edirlər ki, bank deyil, axır kredit verir. Və onlayn şəkildə artıq qeydiyyatdan keçirlər və rahat bir şəkildə də məsələ həll olur. Və ona görə də bir balaca bura meyilli olurlar, bank olmayan kredit təşkilatına. Buradakı faizlər çoxdur, buradakı problemlər biraz çoxdur deyə istəyərdim ki, bu barədə insanlarımızı maarifləndirək ki, bankla bunun arasında nə kimi fərq var və nələr olur burada? Buyurun. Çox vacib sualdır, gündəmdə olan sualdır. Ən vacib fərqlər çoxdur, ən vacib odur ki, kommersiya bankları vətəndaşlardan depozit götürərək bu depozitləri sonra kredit formasından paylaya bilir. Lakin bank olmayan kredit təşkilatlarının bu hüququ yoxdur. Onların maliyyələşmə mənbəyi ya səhmdarların ayırdığı investisiyalarıdır, ya da ki, beynəlxalq maliyyə institutlarından aldığı investisiyalar hesabına paylayır. Və bu fundamental fərqdir. Çünki siz vətəndaşlarının depozit alanda Mərkəzi Bank çox narahat olur sizə görə. Çünki sizin cəmiyyətə böyük bir təsiriniz artır. Sabahları sizin bank müflis olsa, minlərlə, 10 minlərlə, hətta bəzi banklar 100 minlərlə depozitorları böyük bir uğursuzluqla üzləşəcəkdir. Ona görə Mərkəzi Bank kommersiya banklarının həddini artıq çox tənzimləyir. Orada müxtəlif maliyyə ehtiyatları tələbləri var, riskin qarşısını alınmaq üçün tələblər var və filan. Bu bir tərəfdən yaxşıdır, lakin digər tərəfdən biz onu anlamalıyıq ki, tənzimləmə nə qədər çox olsa, biz dediyimiz o transaksiya xərci var. Yəni ki, bu bir krediti vermək üçün bankın xərci var. O sizi qəbul etməlidir ərzənizə, o ərzəyə bir nəfər baxır, kredit mütəxəssisi, sonra gedir ikinci kredit mütəxəssisinə, sonra üçüncü kredit mütəxəssisinə gedir və beləliklə bir dənə kreditin verilməsi üçün kommersiya banklarının xərci çox böyükdür. Amma Azərbaycan, misal üçün götürək rayon və bölgələri, orada çox da varlı deyil də, deyək ki, əhali. Onlara minlərlə, 10 minlərlə kredit lazım deyil. Deyək ki, bir kəndlinin bir inəyi var və inək xəstələnir. Yanına baytar gəlir, deyir ki, 300 manat xərci var. Amma kəndlinin o 300 manatı yoxdur. Və o 300 manatla geçsə kommersiya banklarına müraciət etsə, heç kim ona verməyir. Çünki kommersiya banklarına bu maraqlı deyil 300 manatda kredit vermək. Çünki onların xərci çoxdur. Onun analizlərini ili qutarana kimi ya inəyi öləcəkdir, ya da ki, bankın xərci çox çıxacaqdır. Ona görə banklar bundan aralanıbdır. Və ümumiyyətlə, bütün dünyada məhz mikrokreditləşmək, xüsusən kasıb əhali üçün mali inklüzivliyi təmin etmək üçün çox vacibdir. Və Mərkəzi Bank bu qərarla boktların yaradılmasına imkan yaradıb ki, məhz mikrokreditləri onlar həll etsinlər, onların riski azdır, çünki öz pulları ilə risk edirlər, vətəndaşın heç bir riski yoxdur burada, yəni depozit qəbul etmirlər. Yəni öz pulları ilə risk edirlər, ya da hansı bir beynəlxalq maliyyə təşkilatının pulu ilə risk edirlər və versinlər. Və bu formada, nəzəriyyədə onlar bu cür sahibkarlar, mikro sahibkarlarını, özünü məşğullu olan insanlara dəstəkləyirlər. Amma praktikada biz nə gördük? Bunu çox vacibdir. Bu sahəni mikromaliyyələşmə və kasıbların iqtisadiyyatdan iki möhtəşəm araşdırmacı var. Abhijit Banerjee'dir, bir də Esther Duflo'dur. Onlar hər ikisi 2019-cu ildə səhv etmirəsə Nobel mükafatını alıb və çox yaxşı kitabları var. Poor Economics, kasıbların iqtisadiyyatı. Və orada onlar bu mikromaliyyələşməni araşdıranda belə qərara gəldilər ki, nəzəriyyədə bu mikro sahibkarları, özünün məşğulları müvəqqəti kiçik xırda problemini həll etməkdənsə, insanlar bunu başlayıblar istehlaka yönəltməyə. Gedirlər özünə daha yaxşı telefon alırlar, daha yaxşı... İndi burada bir məsələ var. Baxın, biz bank olmayan kredit təşkilatlarında yaranmış olan mövcud problemlərdən danışırıq və problemlər o dərəcədə oldu ki, biz artıq bu mövzunu işıqlandırmaq qərarına gəlmişik, Fərhad bəy. Deməli, banklar hər hansı bir sənəd təqdim etdiyi halda, sənəd tələb elədiyi halda, bank olmayan kredit təşkilatları heç bir tələb eləmir. Sadəcə şəxsiyyət vəsiqəsini
yaxınlaşırsan, bir telefon zəngindən onlayn şəkildə bütün məsələlər həll olur. Amma sonradan faiz etibarı ilə faizlər durmadan artır. Hətta 45%-ə qədər gəlib çatan orada faizlər olur və xəbər edilmədən sizin borcunuz olduğu deyilir. Yəni biz burada insanları biraz maarifləndirərək həm də ayıltmalıyıq ki, diqqətli olmalıdırlar ki, bu kimi hadisələrlə üzləşə bilərlər Aytaç. Və bir də kredit verilərkən terminlərdən istifadə olunur. Hansı ki, sadə vətəndaş bunu anlamır. Amma gecikmə yarandığı halda, hətta çox uzun müddətli bir gecikmə olmadığı halda belə daha əvvəl deyilməmiş komissiya şərtləri və həmən bu terminlərin artıq izahı ortaya çıxır ki, vətəndaş çox pis bir vəziyyətdə qalır. O terminlər məsələsi çox unikaldır. Bəli, bəli. Mən biznes məktəbdə oxuyanda bizim maliyyə professorumuz vardı. O həmişə deyirdi ki, Chicago'da gangsterlərdir, New York'da banksterlərdir. Yəni ki, ümumiyyətlə bu bank əhli öz-özlüyündə insanları köləliyə çevirmir. Çünki sən pulu pula satanda bu sənin beynini zəhərləyir. Sənin yeganə vacib olan pul qazanmaq olur. Nə cəmiyyətə dəyər qatmaqdır, nə insanın rifahını görməkdir. Onların yeganə istəyi sonda gəlib çıxır ki, mən ilin sonunda bonusumu alım. Və belə bir agentlik problemi yaranır onlardan və niyə görə bütün dinlərdə haramdır da, yəni ki, faizə pul vermək haramdır. Çünki bu insanı körlüyür, mənəviyyatını, mədəniyyəti, hər bir şeyini körlüyür və insanları köləliyə çevrilir. Nəzəriyyədə onlar həmişə onu deyirlər ki, biz biznesi dəstəkləyirik, biz insanları dəstəkləyirik, onlar da işləsinlər, kiçik kreditlər veririz. Amma faktiki sonda biz nə ilə rastlaşır, siz danışdığınızla rastlaşır. Onlar insanları sadəcə bir dənə yaxşı telefon al, başlayırlar hər yerdə qəşəng bahalı yeni telefon çıxdı, yeni kompüter çıxdı, yeni bu çıxdı, yeni bu çıxdı. Sən də baxırsan o Instagramdakı influencerlar falan, onlar niyə yaxşı yaşayırlar, mən niyə görə yaxşı yaşamırlar. Bütün marketinq əhli birləşib ki, səni ayağı yorğanı uyğun olaraq uzatmayasan və girəsən borcunun içinə, bu günləri girəsən borcunuzu, qısa müddətli həzlərlə yaşayasan. Mən həmişə bütün verilişlərdə vətəndaşlara deyirəm, baxın da, uzun müddətli rifahı qısa müddətli həzləri qurban verməyin. Yəni, siz bugün girəcəksiniz borcun içinə, siz də mikrokredit götürürsə, deyək ki, 200 manat götürürsünüz, 400 manat qaytarırsınız, düşünürsünüz ki, bu böyük bir fərq deyil. Amma əslində, burada 100-200% sizin əlavə xərcləriniz var və buna dayanmırsan. Sən qısa dopamin aldın, getdin, yeni telefon aldın. Pulun əsas problemi nədir? Pul səni körlüyür o baxımdan ki, sən yeni bir telefon aldın, həzzi aldın. Amma o dopamini qəbul etdin. Deməli, Fərəd bəy, sonra yenə də dopamini almaq istəyirsən. Bunun üçün yenə də pul lazımdır və yenə də pul lazımdır. İnsanlarda bu mənə bəsdir. Bu hissi yoxdur. Yəni ki, daim olaraq dopamin dalıcan qaçırır. Bəzən razıyam sizinlə ki, bəzən insanlar özləri, yəni o telefonlar, yeni telefon çıxdı, qoy gedim mən də alım. Hətta kreditə pul götürmə. Amma mən düşünmürəm ki, kredit götürən və bank olmayan kredit təşkilatına müraciət edən hər kəsin səbəbi telefonda. Amma istənilən halda vətəndaşın hər hansısa bir səbəbdən ehtiyacı yaranıb və götürüb. Baxın, bu kimi hallar yarananda, hətta mənim heç bir tutaq ki, ailə üzvümün xəbəri yoxdur ki, məni zamin qoyaraq bank olmayan kredit təşkilatından götürülüb pul. Bu halda bankdan mənə zəng gəlməyib, daha doğrusu bu təşkilatdan. Amma gecikmə yarananda mən bu zənglərlə narahat oluram artıq. Amma bu kimi hallarda bizim hansı hüquqlarımız var? Vətəndaşa heç bir güzəş yoxdur. Banklarda müəyyən güzəşlər də var. Amma bu təşkilatlarda heç bir güzəşlər yoxdur. Sizin xəbəriniz olmadan sizə heç kim zamin edə bilməz. Yalnız o vaxt ölə bilər ki, siz nə vaxt unutmuşsunuz bir etibarnamə kiməsə vermişsiniz, o həmin etibarnamə nə eləyə bilər. Bu prinsipi qanunsuzdur və sizə qarşı məhkəmədə heç bir iddia qaldıra bilmərlər. Onlar hamısı aferistdir, onlar hamısı manipulatordur, onların o kol agentləri var, yalandan zəng vurub təzyiq etməklə məşğuldurlar. Bunların heç bir arxasında heç nə yoxdur. Onlar sadəcə insanları qorxudaraq, yəni ki, bütün bunlara nail olmaq istəyirlər. Təşviş yaradırlar, başqa bir şey yoxdur. İnsanların da əksəriyyəti maliyyə savadlığı olmadığına görə siz dediyiniz kimi buna uyurlar və gedirlər. Vətəndaşlara hər zaman biz tərəfdən, mənim tərəfdən biraz demək çətindir də. Mən haradasa nasıl bir uğur qazanmış, pul qazanmış bir insanım da. Mən həmişə ayağımı yorğanıma görə uzatmışam. Belə bir ehtiyacım yoxdur. Amma siz də onu anlamalısınız ki, misal üçün, kənd yerlərində əhali yetərincə çox da varlı deyil. Onların bu tipli mikro maliyyələşmə ehtiyacı vardır. Bu ehtiyac olduğu təqdirdə, yəni ki, bu tipli kredi təşkilatları yaradılacaqdır. Mərkəzi Bank əlindən gələni edir, amma onlar o qədər çoxdular ki, Mərkəzi Bankın isə işçilərinin sayı azdır. Yəni, hər şeyə nəzarət etmək olmur. Əslində, bankın fəaliyyəti ilə bağlı bir o qədər də problem yaşanmır. Nəyə görə deyim sizə? Çünki, bax, bugün biz bank olmayan kredi təşkilatlarından danışmaq üçün sizi dəvət etmişik. Bundan əvvəl də bank nümayəndəsini dəvət etmişdik ki, sırf bankların fəaliyyəti ilə bağlı, kreditlərin verilməsində hansı problemlər var? Təbii ki, o zamin məsələsində biz onu bank nümayəndəsini
nümayəndəsinə də bankla bağlı mövzuda da ünvanlamışdıq Sual və verdik, onlar bəli. da sizin verdiyiniz cavabı dedilər ki, yəni bu qeyri-qanunidir, sizin xəbəriniz olmadan heç kim sizi zamin tuta bilməz. Əgər zamin tutublarsa belə sizdən heç şey Tələb tələb edə oluna bilməz. bilməz. Bunu buradan da səsləndiririk və mən indi ümumilikdə bizim danışdıqlarımızı analiz eləyəndə Fərhad bəy, mən belə başa düşürəm ki, bank olmayan kredit təşkilatlarından lazım olmadığı halda, yəni 100%-dan yuxarı məcburiyyət olmadığı halda pul götürməyə dəyməz. Ümumiyyətlə dediyim ki, istehlak üçün hamıya deyirəm ki, götürməyin pul. Nə bankdan, nə bokdan, ayağınızı yorğanınıza görə uzadın. Çünki istehlak kreditləri bütün cəmiyyəti köləliyə salan bir bir mədəniyyət. ABŞ-nin üzərində biz bunu görürük. Əgər 50-60 il öncə ABŞ vətəndaşı pul yığaraq özünə ev maşını ala bilirdirsə, indi 90% ABŞ əhalisi hamısı borc içindədir. Bəli. Biz görmüşük bunu qərbdə. Bu nəyə gətirir onu da görmüşük. Mən istəməzdim ki, bizim cəmiyyətimiz onu getsin. Borcu nə vaxt götürərsən, biznesi inkişaf etdirmək üçün, kənd təsərrüfatı və ehtiyat özünün məşğulluğunu inkişaf etdirmək üçün. Çünki bu Dövrəyə böyüdür. buraxmaq. Dövrəyə buraxıb sən bunu böyüdürsən. Bəli, Ya da ki, bilirsən ki, böyük bir inflyasiya gəlir indi, ya da ki, devalvasiya gəlir indi. Hə, onda bir balaca yaxşı maliyyə savadlığın varsa, maliyyə bazarlarını analiz etmisənsə, gedirsən manatla götürürsən krediti, sonra yarım ildən sonra onun yarısı yarı düşür. Yavaş-yavaş iki qat artıq Əgər ağıllısansa, əgər ağıllısansa sən bunu edə bilərsən. Bu artıq peşəkarlıqdır. Amma sırf olaraq mən görmüşəm, hamı məndən daha yaxşı yaşayır, mən daha yaxşı kreditlə bunu edir. Bu yaxşı fikir deyil. Daha çox əziyyət çəkim, daha çox işləyim, o pulu qazanım və alım, bu yaxşı fikirdir. Çox sağ olun ki, gəldiniz və iqtisadçı Fərhad Pərvizi ilə söhbətlər oldu. Fərhad bəyin bir çox müsahibələri var, özəl müsahibələri var, izləyirəm. Çox da xoşuma gəlir yanaşma tərziniz və bugün də Azərbaycan televiziyasında bu çağırışları etməkdə insanları maarifləndirməkdir. Çox da gözəl mövzuya toxundunuz ki, təkcə Bakı şəhəri deyil, bölgələrdə yaşayan insanlar var ki, onların da maarifləndirmə istiqamətində işlər görməliyik, onlar da maarifləndirməliyik ki, bank olmayan kredit təşkilatını ilk növbədə ayırmalıydıq. Çox sağ olun gəldiniz. Minnətdarıq. Təşəkkür edirəm. Fərhad Pərvizi bizimlə bərabər idi.